Lənkəranda 16 və 17 nömrəli yeni tikilmiş yaşayış binalarının sakinləri mənzillərinə çıxarış ala bilmədiklərini bildirirlər. Onların sözlərinə görə mənzil tikinti kooperativi tərəfindən çıxarışların verilməsi ya gecikdirilir, ya da bunun üçün əlavə pul tələb olunur. Əməkdaşlarımız məsələni yerində araşdırıblar, gəlin izləyək. Kimə yalvarım ki, məni praska salsınlar. Neçənci ildə mən ev satmışam, qalmışam avara, 13 ildən çoxdur. İndi bunu almışıq, burada da qalmış uçursuz. İndi burada da biz də əlaşırıq ki, bir praskamız olsun. Cəmat qorxur, adam öz praskaya salmırlar. Elə bilə ki, onların evinə bir şərik düşərik. Heç adres istəyirlər, adres haranı verək. Heç yerdə yoxdur, qalmışıq belə avara. Əsas bizim şikayətimiz Çinar MTK sədri Akim Muradovdandır. Müqavilə yolu ilə almışam və 3 aydan sonra mənə belə bildirdi ki, 3 aydan sonra sizə kupça veriləcək. Amma üstündən illər ötüb. Mən hələ 3 ildir burada yaşayıram, amma bu evlərdə 8 il yaşayanlar var. Kupçanı tələb eləyəndə deyir ki, onun oğlu Akşin Muradov deyir ki, 2000 manat əlavə pul verin, biz sizə kupçanı verək. Lənkəranın Şəhidlər Xiyabanının 46-cı məhəlləsində yerləşən 16 və 17 saylı çoxmərtəbəli yaşayış kompleksinin sakinləri illər öncə aldıqları mənzillərin hələ də rəsmi sənədləşməsinin aparılmamasından şikayətçidirlər. Sakinlərin əllərində yalnız ilkin mənzil alqı-satqı müqaviləsi və maliyyə arayışları var. Bu isə onlara nə mülkiyyət hüququ verir, nə də daşınmaz əmlak üzərində istədikləri əməliyyatları aparmaq imkanı tanıyır. Mən sosial yardım belə ala bilməmişim. Niyə? Çünki sənədlərim olmayıb. Nə işıq sənədi olub, nə qaz sənədi olub, heç bir şey olmadığına görə mənim haqqım olanı mən dövlətdən ala bilməmişəm. Çünki sənəd olmayıb, sənəd problemi olub. Evimizdə su damırdı, gedək harasa şikayət elə deyirlər ki, bina dövlətin tərkibində deyil. Bütün binalar müqavilələrlə qalır, narahat olmayın. Hamını düzələndə, bərpa olanda kupça, qaz çəkiləndən sonra kupça veriləcək. 7-8 ildir burada yaşıyoruz, kupça da ala bilmirik. Özüm atamın evində qeydiyyatdayam. Yəni biz də istəyirik burada kupça olunsun. Sənəd işinə hara gedəndə problem yaşayırıq. Yəni deyirlər ki, ata evində qeydiyyatdayım, yəni orada da düzgün deyirdi, orada qeydiyyatda olmayan. Yəni öz evimdir, istəyirəm qeydiyyata düşüm, alınmır. Deyirlər kupça veriləcək, kupça həlak edirlər bir gün sabah, bir gün sabah. Yəni harasa bir neçə ildir bunun üstündəyik. Biz də qeydiyyata düşmək istəyirik. Harasa sənəd soruşanda, sənədləşmə işində baxırlar, harada qeydiyyatda siz göstərə bilmirik də, naməlum şəxs kimi binada yaşayırıq. Maraqlanırıq, hamı deyir ki, o deyir, bunu ne deyir, bu deyir, onu ne deyir. Məmurlar hamı satırlar bir-birlərinin üstünə. Heç kim də boyunu ötmək istəmir. 2013-cü ildə bizim ödənişimiz olunub, bitib, artıq neçə ildir özümlə əlaqədə, ailə üzvlərinə, uşaqlarımla daha çox yaşayıram ki, qeydiyyat barəsində sənədləşdirmə işləri qalır. Nə bir yerdən gedə bilirəm, nə gələ bilirəm, hər yerdə qeydiyyat istəyir. Şəxsiyyət vəsiqəsində nə qədər onun bunun, ata, qonşu, nə bacı, onun bunun evində qeydiyyatlarımız var. Dövlət rüsumu nə qədərdirsə, mən onu ödəməyə hazıram. Ona nə üçün verməliyəm? Mən özüm reyestrdə olmuşam. Və reyestrdən də mənə deyilib ki, bu adam özü gəlməlidir. Çinar MTK-nın sədri özü gəlməlidir. Reyestrə gəlməlidir, sizin kupçaları hazırlamaqdan ötəri. Bizdə deyir, kupça yoxdur, biz deyir, nə verək deyir. Bir də binanın kupçası var, ümumi binanın. Amma biz isə özümüzə aid olanı istəyirik. İddialarla bağlı bina inşa edən Mənzil Tikinti Korporativi ilə əlaqə saxladıq. Şirkətin sədrəvəzi Akşin Muradov bildirdi ki, sakinlər çıxarışın verilməsi üçün tələb olunan dövlət rüsumunu ödəməyiblər. Akşin'də danışan? Bəli. Biz burada sizin 16 nömrəli binanın qabağındayıq. Bizə şikayət gəlir bu binadan, kupça ilə bağlı. Niyə cəmaatın belə kupçası hələ də verilməyib, neçə ildir buradadılar, şikayətləri var? Oranın kupçası hazırdır, reyestrədir, mənə ola bilərsiniz. Reyestrədir, bəli. Niyə verilməyib cəmaata? Burası da orada elə bir 2800 pul ödənməlidir. 3800? Vətən 45 dənə ailədir orada. Ümumi? Burası birliyi yoxdur orada, yəni. Yəni siz deyirsiniz, ümumi 3800 pul ödənilməlidir. Bəli, reyestrədən mənə ola bilərsiniz. Hazırdır. Amma vətəndaşlar deyib, bizə adam başına vaxt 2000 deyirlər. Yox, kimə deyilir, kimə? Hər kimə pul deyilir. 3800 manat olan elə bir yığılıb ödənməlidir orada. Nəyə görə? O kupça alınasa, hələ tək-tək gedib öz kupçasını almalıdır. Nəyə görə ödənsin? Ola deyir, biz binanı alanda bizə belə deməmişlər. Biz deyir, rüsum verməyə hazırlayınca binanı alanda bu cür danışmayıblar.
Kupçaysan onun belə bir mənə ödəməyəcəksən, onu dövlətə ödəyəcək. Gedib dövlətə ödəyərəm də. Sənə niyə Onda deyir dövlətə ödəyək də. Sən ödəyəcəksə də ödəsinlər. Ödəyəcəksə kupçanı alsınlar, hər ödəyəcək kupçanı alsınlar. Bəs niyə bu problema, bu qədər problem var? Niyə indiyəcə cəmaata bu başa salınmamışdı? Bəs haklı şikayətə eləyiblər? Orada deyilir, hamısına bir-bir deyilir. Yaxşı deyilsəydi bu şikayət bu qədər olmazdı. Deməli deyilməyəcək. Məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, qeyd olunan ünvandakı binalar üçün çıxarış və texniki pasport hazırlanıb. Lakin bu sənədlərin tikinti şirkətinə təqdim olunması üçün qanunvericilikdə nəzərdə tutulan dövlət rüsumları ödənilməyib. Qurumun açıqlamasına görə ödənişlər tikinti şirkəti tərəfindən edildikdən sonra sənədlər təqdim edilə bilər. Daha sonra isə notarial qaydada alqı-satqı həyata keçirilməli və sakinlər asan xidmət mərkəzlərinə müraciət etməlidirlər. Yalnız bundan sonra mənzillər üzərində mülkiyyət hüququ rəsmi olaraq tanınacaq. Belə görünür, çıxarış problemi əsasən tikinti şirkətinin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır. Nəticədə isə əziyyət çəkən tərəf yenə sadə vətəndaşlar olur.